5 min də səhv eləmirəmsə. Stadionun üst tərəfindəki evdən söhbət gedir. Svetofora tərəf 125 minə. Biri də stadiondan aşağı istiqamətdə. Qiymət 170 min manata. Yox, 35. 35 botanik. Zəhmət olmasa WhatsApp-a yazıyorum. WhatsApp-a bir dənə qeyd elə. Grator WhatsApp-a yaz, Grator. Deməli oxuduq, stadionla bağlı oxuduq, qiymət. İndi qoy bir dənə WhatsApp oxuyum, zəhmət olmasa. WhatsApp. Salam qardaş, axşamın xeyir olsun. Buyur qardaş, hər vaxtın xeyir. Buyur, dinləyirəm, eşidirəm. Şəkil, video çəkdin. Botanik. Zəhmət olmasa WhatsApp-a yazıyorum hansıdır? WhatsApp-a bir dənə qeyd elə. WhatsApp-a yazın. Bəli, WhatsApp-a yaz. Grator. Botanik, siz də WhatsApp-a yazın da xahiş edirəm. Görüm hansı nömrə idi. Bir də hansı evidir. Mənim xalamgilin evidir. Bu 3 mərtəbə yox. Bu 3-cü mərtəbədir. 3 otaqdır. Qızıl satana müraciət elə, birinci göz WhatsApp-na yazsın, onu köməklik eləyək. Yerlərimiz var, orada münasib qiymətə, yaxşı qiymətə götürəcəklər. Həm, bir otaqda olsa olar, qiymət yer deyərlər. Fazil, bir dənə WhatsApp-a yaz görüm Fazil. Sən WhatsApp-a yaz qardaş. WhatsApp-a yaz. Hədə. Bu ev sizin xalanızın evidir. Yoxsa nətər başa düşmədim. 3-cü mərtəbədə sol qapı. Şəkildən tanınız ki, xalanızdır. Şəkil attım, xalası çıxdı. Yazdım WhatsApp-ınıza, yaxşı. Azad fakt. Bir dəqiqə, azad fakt. Bir dəqiqə görəkdən. Əmlakla bağlı kimin nə sualı varsa da buyursun. WhatsApp-a yazdım. Bildim də Grator. Şəkilləri axtardım. Ona görə bir də sənin nömrəni tapana kimi dedim sən yaz ki, qabağa düşsün. Şəkilləri, evin şəkillərini başqa adama atıram. İsmail Bağırova bir dənə cavab ver də Grator. Zəhmət olmasa sən yaz da İsmail Bağırova. Grator. Salam sizlərə. Aleykümselam. Buyurun yeni izləyicilərimizə. Salam, axşamınız xeyir olsun. Əmlakla bağlı kimin nə sualı varsa da buyursun. Evin şəkilləri lazım idi. Ona görə dedim ki, WhatsApp-a bir şey yaz. Elnura buradan salamlar. Axşamın xeyir olsun. Tıklayın zəhmət olmazsa. İsmail Bağırov deyir tıklayın. Əmlakla bağlı kimin nə sualı varsa da buyurun. Deməli bizim nə yazdı? Deməli bu dəqiqə başlayış haqqında yazan səssiz edim yoxsa nə? Başı tuvalet haqqında. Yox, yox, dəymə. Dəymə, dəymə. WhatsApp-a attım şəkili. Yaxşı da bildim, ay Grator, bizə gedən. Salam, Gədəbəli. Bir Gədəbəliyəm, hə. Stadion qabağı. Stadion qabağı. Bildim, Gədəbəli qaqa. Bildim, yaz da yaz. Bir dənə yaz ki, mən Gədəbəliyəm. Mən də bilim ki, siz kimsiniz. Hər vaxtınız xeyir, uğurlar. Təşəkkürlər Elnur müəllim. Var olasın. Nə İsmail Bağırov nə olub deyirsən demə. Dəymə. Nə bildin ki, söhbət səndən gedir ki, deyirsən dəymə. İsmail Bağırov, nə bildin ki, söhbət səndən gedir ki, deyirsən dəymə. Deyir. Almaniyada yaşamağına baxma. Ürəyi buradadır. And olsun Allaha. Bildi ki, söhbət ondan gedir. Dedi ki, dəymə. Hə, deməli Qaziyev ya dedi ki, bizim bu İsmail kimdir? Mən də dedim ki, dəymə. Yəni səssizə zada alma. Evin şəklini WhatsApp-a atım. Yox, atma. Profilim evinin şəklindən
telefonunda yer yoxdur, tüstülüyür, da bəsdir, atma. Deməli, arı kimlər qadı? Deməli, hə bu. Şaşır Gülün evidir, çəkilişi edən qızdan tanıdım, dəqiqdə. İndi siz bu evi almaq istəyirsiniz, yoxsa yox? Şakir dayının evini. Abi bizə Gülü təşəkkürlər. O deyir, dostumu axtarırdım, qardaşımı tapdım, qardaşımı axtardım, dostumu tapdım. İndi mən də ev satırdım, atdım öz xalası Gülün evi çıxdı. İndi burada manə düşəcək. Evin şəkillərini atdı, deyir, bu xalamgilin evidir. Bu nətər olacaq? Bax, bu məsələyə bir dənə aydınlıq verək. Bilsəydim, xalasının şəklini kəsərdim, sonra atardım. Niyə oxumadınız, qardaş? Dost, vallah, ola bilər, yazılar düşmür, qardaşım. Müəyyən yazılar düşmür, xahiş edirəm, yəni düzgün başa düşün. Ayıb dövmün, bütün yazıları oxuyuram. Sadəcə olar, müəyyən yazılar düşmür, düşməyəndə oxuya bilmirəm. Hansı yazını oxumuramsa, deməli, o yazı düşmür. Hansı yazını oxumuramsa o yazılar düşmür, qardaş, düzgün başa düşün. Zəhmət olmasa WhatsApp-a yazın. Kimin nəsə sualı varsa da buyursun WhatsApp-a yazsın. Hər bir suala böyük məmnuniyyətlə oxumağa hazıram, qardaş. Bir nəfər bax burada yazırlar. 11.53 yazdı. Görək nə yazdılar. Bax buradan oxuyum. Paştavoyun yəni Paştavoyun işıq forundan üzü Gömrüyə doğru. Asfalt yolda təzə tikilmiş 2 sotun içində 3 yataq bir qonaqdan ibarət ev satılır. Qiymətini yazsın. Bax təkrar eləyəm. Buradan birbaşa qardaşın yazdığını səsləndirirəm. Paştavoyda üzü Gömrüyə doğru ev satışa çıxıbdır. 2 sotun içində yeni tikili evdir. 3 yataq bir qonaq otağından ibarətdir. Qiymətini də yazın, paylaşaq. Dostlar, bəzi yazılar düşmür. Əgər o suala cavab verilməzsə, zəhmət olmasa WhatsApp ilə əlaqə saxlayın. Təşəkkürlər Qaziyev. Süleyman, salam Süleyman. Bizim canlımızı izləyən yoldaşlar, təşəkkür edirəm. Canlını bəyənənlər, bir daha sizə də təşəkkür edirəm. Bizim dayanmadan canlını bəyənən yoldaşlar var. Bunlardan biri də Kamrandır. 5-ci dərəcəli usta Kamran. Süleymanov nə yazdı? Gəncədə torpaq neçədir? Süleymanov, şəhər içi 10.000, 15.000-dən başlayan torpaqlarımız var. Bağmanda bu günlər çıxdı 13.500 manata. Tam məktəbin yanında, 8 nömrəli məktəbin yanında. Yəni hər qiymətə var, qardaş. 10.000-dən yuxarıdır. Sonra kimlər nə yazdı? Deməli. Yox, siz də 83 min dediniz. Yox, 83 minə yox. Mən də 83 min qiyməti. Yox, 100 mindən yuxarı istəmirəm. Yox, o qədər qiyməti yoxdur. Bir də iki dənə şeydir, indi atdım özlərlə. Baxır da yana, mən özüm istəməyim, olmaq dadır. Sizin büdcəyə uyğun Azadfaqda 1-ci mərtəbədə 3 otaqlı mənzil var. Qiymət 77.000 manata. 2-ci mərtəbədə də var 87.000 manata. Hə, heç nə başa düşmədim. Evi istəyirəm. Şəkillərini atdım inşallah. Bəyənən olsa dəyəcəklər. Deməli, əmlakla bağlı kimin nə sualı varsa da buyursun, yazsın. 46 nəfəri. Canlımızı bir dənə bəyənək. Bizi izləyən yoldaşlar, axşamınız xeyir olsun bir daha. Gülstanda 3 qardaş 12 nömrəli məktəb tərəfdə torpağın sotu neçəyədir? Süleyman. Hə, deməli 3 qardaşın yanında yoxdur hal-hazırda məndə torpaq. Ancaq 14 nömrəli məktəbin yanında var. 6 sotdur. Qiyməti 7.000 manatdan. Sonra 3 qardaşın yox. Deməli, Sevimli marketin arxa tərəfində torpaqlarım var. Qiyməti 7.000 manatdan. Sonra Alov restoranının arxasında var. Torpağın qiyməti 13.000 manata. 4 sot var, 18.000 manat. İmperial da var. Deməli 4 sot 18.000. Neçə versən ki İmperial? 4 sot 16, deməli 4.500 manata. Hə, kim idi o? Süleymanov. Torpaq sizin var yazdı. 4.500 manata.